Ümumiyyətlə network nədir? Network birbaşa satış modelidir. Yəni bu nə deməkdir? Biz tutaq ki, bir parfüm gedirik, mağazadan alırıq, düzdürmü? Bu parfüm həmin mağazaya gələnə qədər hansı prosedurlardan keçir? Gəlir istehsal olunur, istehsalcıdan gəlir şüşə qablaşması olur, qablaşmadan gəlir müəyyən yollar qət olunur, gəlir məsələn mağaza deposundan mağazaya, mağazadan da təbii ki, vitrinlərə yığılıb biz müştəriyə reklam olunur, düzdürmü? Və bu təbii ki, bu həmin o gələn 4-5 addım yol gəlirlər, o yolun hamısını pul üzərinə qoyub biz müştəri olaraq gedib məhsulu məsələn 10% qazanc variantı üstündə 10% qoyulmuşsa 90% üzərinə qazanc qoyulur və biz məhsulu 100% baha qiymətə götürmüş olduq. Amma birbaşa satış modeli, yəni network marketing nədir? Network marketing bizə başa salır ki, siz məhsulu birbaşa istehsalçıdan istehlakçıya gətirirsiniz. Yəni bu nə deməkdir? Şirkət ilə alıcı, əməkdaş arasında birbaşa artıq tərəfdaşlıq yaradırsınız. Bu zaman həmin o vasitəçilərin o qazandıqları var, o qazandıqların hamısını artıq bu şirkətin əməkdaşına vermiş olur. Belə deyək də, mən bu parfümü özüm qeydiyyatdan keçib birbaşa şirkətdən aldıqda mən artıq bunun üzərində qazanc götürmüş oluram və üstə gəldə mən daha endirimli qiymətlə götürmüş oluram. Çünki aradakı vasitə yoxdur. Mən və şirkətdir. Bax, network budur. Və təbii ki, aktiv çalışmaqla, aktiv reklam etməklə, networkunu daha da gücləndirməklə siz satışlar təşkil edə bilərsiniz və daha çox müştərilər yığa bilərsiniz, daha çox əməkdaşlar yığa bilərsiniz ki, siz şirkətlə əməkdaşlar arasında bir körpü rol oynuyorsunuz. Bu zaman həmin oynadığınız o vasitəçilərin aldığı pulu vasitəçilər yox, siz qazanmış olursunuz. Bax, network budur. Yəni birbaşa satış modelidir. Təbii ki, bu məhsul olan şirkətlərdə networkla məşğul olmaq daha rahatdır. Çünki siz burada pul itkisi etmirsiniz. Siz məhsul alırsınız özünüz üçün müəyyən bir məbləğdə, özünüzə lazım olanlar, satış edə biləcəkləriniz, yaxınlarınıza lazım olan məhsullar və həmin məhsulların satışını təşkil edirsiniz və ya dövriyyə yaradırsınız və ya da komandasını yaradırsınız, komanda şəklində dövriyyə edirsiniz, müəyyən pullar qazanırsınız. Yaxşı, burada niyə insanlar bəzən uğursuz olurlar? Səbəb ondan ibarətdir ki, birinci səbəb insanlar networku tam dərk etmirlər. Networku savadsız şəkildə sadəcə alqı-satqı kimi dəyərləndirirlər. Əslində network böyük bir, yəni sistemdir, böyük bir satış modelidir. Siz güclü, aktiv çalışsanız çox böyük dövriyyə yaradıb və şirkətdən çox böyük qazanc sistemi götürə bilərsiniz. Birbaşa çalışdığım şirkətlər, Afrim şirkətindən söhbət gedirsə əgər, Afrim şirkətində biz İldə 2 dəfə səyahət minimum, sonra yaxşı premiyalar, hansı ki 90 manat, plus 90 manat 12% mencər üçün, yəni 180 manat, 360 manat, 540 manat, hətta mencərlər üçün pul mükafatları, direktorlar üçün $1000 və s. daha artıq mükafatları. Bunun hər birini siz bu şirkətdən əldə edə bilərsiniz. Onun üçün network sistemi yaradarkən və networkunuzu qurarkən, komandanızı qurarkən ən vacib olan seçdiyiniz şirkətin güvənilir olmağıdır. Və təbii ki, Afrim şirkətini seçməkdə birinci əsas məsələ isə şəxsən mənim öz seçimim olmağı, məhsulun keyfiyyəti təmiz olmalıdır. Məhsulun keyfiyyəti təmiz olduqda isə birbaşa satış təşkil etməkdə, insanları güvən hissi yaratmaq daha rahatdır. Və network sistemində ən vacib olan bir məsələ isə məhsulların gigiyenik cəhətdən, məhsulların təbii cəhətdən təmiz olması, heç bir qatqısının olmaması, kimyəvi qatqıların və yaxud da heyvanlar üzərində hər hansı bir prosedurların olmamağını önəmsəmək lazımdır. Və şirkətinizi seçməyin ən böyük səbəblərindən biri təbii ki, birinci məhsulların keyfiyyəti, ikinci isə network sisteminin sadəliyidir. Digər network sistemlərinə baxdıqda, Afrim network sistemində siz çox rahat şəkildə 2 komanda ilə çox yaxşı qazanclar və pullar götürə bilərsiniz və 20 gündən bir qazanc götürə bilərsiniz. Bu deməkdir ki, siz ildə 17 dəfə, çünki bizim kataloqumuz 17 kataloqdur və ildə 17 dəfə siz maaş ala bilərsiniz. Hətta 12%-dən etibarən 200-250 manat və daha artıq mencər maaşı götürə bilərsiniz ki, digər şirkətlərə, hətta direktorlara verilən maaşdan belə çoxdur. Yəni, Afrim biznes planı şəbəkə biznesində, network marketing sistemində, yəni ən sadə və ən primitiv biznes plan üzrə işləyən biznes planında sadəcə düzgün şəkildə dəyərləndirib siz komandanızı qurub və yaxşı qazanc götürə bilərsiniz. Bunun üçün isə təbii ki, qeydiyyatdan keçin komandamıza, qeydiyyatdan keçdikdən sonra network təlimlərimizə qoşulun, Uğur Akademinin təlimlərinə qoşulun, tamamilə təlimlərin işimizi öyrənin və təbii ki, öyrəndikdən sonra artıq işinizə başlayın. Onu da qeyd edeyim ki, biz təlimlərimizdə hər bir proseduru, hər bir şeyi geniş sizə öyrədirik. Və siz də bunu dəyərləndirsəniz, yararlansanız, ətrafınızdakı insanlara bu şirkətin gözəlliyini danışsanız, siz də bizlər kimi uğurlu insanlar və uğurlu liderlər olacaqsınız. Hər birinizə uğurlar.